Salam, hər vaxtınız xeyir. Necəsiniz? Bayaqlar canlı yayında dedim ki, 1-2 saatda yenə canlı yayın edəcəm. Qaldığımız mövzunu elə qaldığımız yerdən davam etdirəcəyik. Bu izləyicilərimiz gəlsin. Mövzumuz ədədin loqaritmi idi. Loqaritmlə bağlı müəyyən biliklər çatdırdım. Bugün deyən yerdə bayaqlarda canlı yayında bugün idi. İndi isə loqaritmlə bağlı digər loqaritmi düsturlar, yəni qüvvətin loqaritmi, cəmin loqaritmi, nə bilim, hasilin loqaritmi. Bununla bağlı həm mövzu izah olacaq, həm də testlər, misallar həll olacaq. İzləyicilərimiz gələnə qədər bir-iki test həll edək, sonra qaldığımız yerdən davam edərik. Bax, sonuncu sınavda belə bir test tapşırığı təklif olunmuşdu. A kiçikdir 0 kiçikdir B olarsa, modul A üstəgəl modul B minus A üstəgəl A kök altda B kvadrat üstəgəl B kök altda A kvadrat ifadəsinin sadələşdirilməsi tələb olunur. Bax, belə bir test tapşırığımız. A kiçikdir 0 kiçikdir B, yəni A mənfidir B müsbətdir, həm də A B'dən kiçikdir. Şöyle ekranları beğenə canlı yeni atmışam. Bu izləyicilərimiz gəlsin də. Canlı bacardığınız qədər bəyənin, paylaşın. A mənfidir, B müsbət və A B'dən kiçikdir. Bu ifadənin sadələşdirilməsi tələb olunur. Sonuncu sınaq imtahanlarının birində təklif olunmuşdu. Səhv eləmirəmsə bu OTK sınavıdır, nədir? Orada var idi belə bir sual. Bunu yazaq, sonra keçirik mövzu izahına. Mövzumuz loqaritmin xassələri olacaq. Loqaritmin xassələri, yəni loqaritmin düsturları, cəmin, fərqin loqaritmi, nə bilim, qüvvətin loqaritmi və s. onları deyəcəm. Bir xatırlatma edək də. Əvvəla biz bu ifadəni sadələşdirmək üçün mütləqdir ki, yəni əsas işimiz nədir? Əsas işimiz odur ki, biz bu modullardan xilas olmalıyıq. Həm də bunlardan. Modullara dəymirəm. Modul A üstəgəl modul B minus A üstəgəl A. Bax, bu bizə kök altda B kvadratdan kök çıxır modul B. Elə deyil. Kök altda B kvadratdan kök çıxır modul B. Üstəgəl B kök altda A kvadratdan da kök çıxır modul A. Kök alıram da. Cüt dərəcədə biz bilirik ki, kök alanda cüt dərəcədən həmişə modul çıxır da. İndi baxaq. A mənfidir. A mənfi olanda modul A nəyə bərabərdir? Mənfi A-ya. Mənfi A. A mənfi olanda modul A mənfi A. Üstəgəl. Burada görürük ki, A B-dən kiçikdir. A B-dən kiçikdirsə, yəni B A-dan böyükdürsə, özü çıxır da, böyük olanını həmişə götürürük. B minus A. Çünki belə müsbət edir. Üstəgəl A vurulsun. B müsbətdir. B müsbətdirsə, A vurulsun, elə B çıxır da modul B-dən. A mənfidir, olacaq minus B A. Çünki A mənfidirsə, B-ni mənfi A-ya vuranda olur mənfi B A bu şəkildə. Bu bərabərdir. Bunlar gedir. B qalır burada. Mənfi A minus A bizə verdi mənfi 2A. Yəni bu ifadənin qiyməti oldu B minus 2A. Uşaqlar, ekranları bəyənək, keçirik mövzu izahına. Mövzumuz bizim bu vaxtı canlı yayın aşağı olur. Bundan əvvəl canlı yayın açmışdım. Xeyli izləyici var idi. İndi niyə izləyici düşüb aşağı bilmirəm. Ekranı bəyənək də. Əvvəl açdım canlı yayın, izləyici çox idi. Bu modulda mənfi çıxmır. Bu o mənfi deyil. Sən o modulun mahiyyətini bilmirsən, ona görə belə deyirsən. Modulda mənfi çıxır. Modulun mahiyyətini bilmirsən də. O mənfi çıxır, o mənfi deyil. İndi mən onu hər dəfə izah edən deyiləm də. Hər dəfə canlı yayında izah eləmişəm. Modulda mənfi çıxır, deyil o. Görünürsən, modulun mahiyyətini bilmirsən. Mənim dərsim o deyildi, onu izah edəsəm vaxtımız gedəcək. Vaxt qalsa axırda deyərəm. İnşallah ekranları bəyənək də bizim canlı yayın düşüb aşağı. Niyə belədir bilmirəm.
Loqaritmin xassələri, loqaritmlə bağlı digər biliklər. Diqqət. Bax 1. Loqaritm A əsasdan A 1-ə bərabərdir. Bunları biz bilməliyik. Yenə də mən indi bunu demir, şərtləri yazmıram da, A müsbətdir falandır da, bilək də o şərtlər bilirik. Əsas məqsədim başqadır. Loqaritm A əsasdan A 1-ə bərabərdir. Bu doğrudan da belədir. Buradan A-nı tapmaq, A üstü neçə A verir bizə? A üstü 1 A verir də. Ona görə loqaritm A əsasdan A 1-dir. Bunu niyə yazıram? Çünki bu çox istifadə edilir. Fikrim çatdı. Bu çox istifadə edilir. Ona görə hər dəfə daha bunu araşdırmada, riyaziyyatda axı var belə bir şeylər, qayda ki, bir şeydən çox istifadə edirsənsə, onu artıq öyrənib yadda saxlamalısan da, praktik şəkildə. Loqaritm A əsasdan A 1-dir. Harada gördün? Yəni, əsasla loqaritm altı ifadə eynidirsə, o loqaritm 1-ə bərabərdir. Məsələn, loqaritm 5 əsasdan 5, bu bərabərdir 1. Aydın oldu. Loqaritm 5 əsasdan 5 1-dir. Və yaxud da loqaritm 2 əsasdan 2 1. Da hər dəfə bunu araşdırmada 2 üstü neçə vaxt gedirdi ona. Sadəcə bunlar eyni olanda cavab 1 olur. Birini də deyirəm. Loqaritm 3-də 2 əsasdan 3-də 2. Bu loqaritm də 1-ə bərabərdir. Niyə? Çünki əsasla loqaritm altı ifadə eynidir. Aydın oldu. Loqaritmdə əsasla loqaritm altı ifadə eyni olanda o loqaritm 1-ə bərabərdir. 3-də 2 əsasdan 3-də 2 1. 5 əsasdan 5 1 və s. Aydın oldu. Bu bir bilik. Növbəti ikinci bilik. İkinci bilik. Loqaritm A əsasdan 1. Bax, indi bunu sizdən soruşum, sonra bunu ümumiləşdirərik. Bax, rəy yerinə kimsə istəsə yaza bilər. Loqaritm A əsasdan 1 nəyə bərabərdir? Bu vaxtlar canlı qalxmır da. Niyə belədir bilmirəm. O səfər də belə idi. Bu vaxtı canlı yayın elədim heç nə. 13, 12, 15. Ekranları bəyənin, paylaşın da canlını. Bir-iki saat bundan qabaq canlıdaydım. 100 nəfər izləyici var idi həmişə ki. Amma indi bu vaxtlar canlı yayın niyə belə ölür, düşür aşağı? Loqaritm A əsasdan 1 nəyə bərabərdir? İndi araşdıraq da ümumiləşdirək də qaydanı. A üstü neçə 1 edir loqaritmin tərifinə görə? Loqaritm A əsasdan 1, yəni sən bilməlisən ki, A üstü neçə 1 edir? 0. Aydın oldu. Daha hər dəfə bunu bu şəkildə araşdırmada bildin, qutardı. Loqaritm A əsasdan 1 0 edir. Yəni 1-in istənilən, yəni o şərtlər daxilində birdən fərqli, müsbət, o heç. 1-in istənilən əsasa girən loqaritmi nəyə bərabərdir? 0-a. Məsələn, bir də görürsünüz ki, bunlar təməl biliklərdir. Uşaqlar, sənin loqaritmlə bağlı həll elədiyin bütün suallar, nə bilim, axırda gəlib bunlara çıxır da. Bunu bilməlisən sən. Məsələn, loqaritm 5 əsasdan 1 nəyə bərabərdir? 0-a. Yəni, bir misal həll edirsən, sonunda gəlib çıxır ki, loqaritm 5 əsasdan 1 nəyə bərabərdir? 0. Və yaxud da loqaritm 3 əsasdan 1 nə verir bizə? 0. Aydın oldu. Loqaritm 2-də 1 əsasdan 1 bizə verdi 0. Fikrim çatdı. Bu iki bilik çox məşhur və loqaritmdə hədsiz dərəcədə çox istifadə olunan biliklərdən biridir. Nədir? Bir daha deyirəm. Loqaritm A əsasdan A 1-dir. Yəni, bunların ikisi eyni olsa loqaritm 1-dir. Loqaritm A əsasdan 1 0-dır. 5 əsasdan 1 0, 3 əsasdan 1 0 və s. bu şəkildə. Aydın oldu. Bax, bu iki biliyi çatdırdım. Davam edirəm. Ekranları bəyənəkdə hər birinizdən xahiş edirəm. Bax, 70 nəfərə yaxın izləyici var. Hərəniz ekranı bir 20, 30, 100 dəfə bəyənsəz, bu canlı yayın əsas odur ki, o kəşfiyyətə düşsün, ondan sonra ardı gəlir. Ekranları bir sürətlə bəyənəkdə. Bu vaxtlar canlı yayın açanda mən elə belə problem yaşayıram. Bilmirəm niyə belədir. Bu belə. Növbəti, loqaritmlə bağlı növbəti bilik. Loqaritmlə bağlı növbəti bilik. Hasilin loqaritmi. Bax, riyaziyyatda birinci.
ən çox məşhur düsturlardan biri. Loqaritm A əsasdan x, y. Hasilin loqaritmini hesablayanda buruqların bu əsasa görə loqaritmləri cəmini tapırsan. Yəni hasildə cəmə gəlir. Loqaritm A əsasdan x, y bizə bunu verir. Loqaritm A əsasdan x üstə gəl loqaritm A əsasdan y. Aydın oldu. Loqaritm A əsasdan x, y bərabərdir. Loqaritm A əsasdan x üstə gəl loqaritm A əsasdan y. Ən sadə primitiv bir misaldan başlayıram. Bax. Loqaritm olsun belə 3 əsasdan neçə olsun? Olsun, olmasın. 7 əsasdan. Loqaritm 7 əsasdan 24. Müxtəlif formada yaza bilərik. Bax, loqaritm 7 əsasdan 24-ü sənə deyir ki, bunu cəm şəklində göstər. Sən də nə yazırsan? Loqaritm 7 əsasdan 24-ü necə yaza bilərsən? İndi bu, belə deyək də, o zövqə görə də 24-ü sən müxtəlif iki ədədin hasili şəklində göstərərsən. İndi birinlə yaz da. Əsas odur ki, düsturu tətbiq etməyi bacarmalısın. 7 əsasdan 24 deyir. Bu 24-ü necə yazarıq? 6 vur 4. Məsələn, mən belə deyərəm. İndi sən ola bilər deyərsən ki, 8 vur 3. Kimsə deyə bilər 2 vur 12. Bax, bu şəkildə. 7 əsasdan 24-ü yazıram 8 vur 3 şəklində. Bu bərabərdir. İndicə qeyd etdim. Hasillə uşaqlar, loqaritm olanda hasillə hər birinin cəmini götürürsən bu vuruqların. Bu əsasa görə olur loqaritm 7 əsasdan 8 üstə gəl loqaritm 7 əsasdan 3. İndi başqa formalarda yazmaq olar. Bizim işimiz əsasən bax budur. Bunu çatdırmaqdır. İndi misala görə təbii ki, sən misala uyğun hərəkət edirsən, o öz yerində. Başqa bir misal, loqaritm 3 əsasdan 15. Bax bu. Tutaq ki, bunu yazmaq istəyirik. Yenə deyirəm, loqaritmlə bağlı bu misalları həll edəndə məlum biliklər də var. Hökm deyil, bununla yazaq. Belə deyək də, yazdın, dayanma, axıra qədər məlum biliklər. Məsələn, sən loqaritm 3 əsasdan 15. 15-i necə yazırsan? 3 vur 5 loqaritm. 3 əsasdan 15-i yazıram. 3 vurulsun 5 şəklində. Aydın oldu. Növbəti iş nədir? Bu bərabərdir. Loqaritm 3 vurulsun 5-i. 3 vurulsun 5. İndi hasil daxil olacaq 3 əsasdan 3. Üstə gəl loqaritm 3 əsasdan 5. Aydın oldu. Loqaritm 3 əsasdan 3 üstə gəl 3 əsasdan 5 hasil şəklində. Burada biz bunu axıra qədər getməliyik. Yəni bunu bu şəkildə saxlamaq düzgün deyil, həm də yaxşı deyil. 3 əsasdan 3 bizə nə verir? Və yerinə istəyirsinizsə yazın. 3 əsasdan 3. Bundan əvvəlki bilik. A əsasdan A. Loqaritm 3 əsasdan 3 bizə nə verir? 1 verir də. Bu bərabərdir. 1 üstə gəl loqaritm 3 əsasdan 5. Aydın oldu. Qaldı bu şəkildə. Və salam. Bax, yenə deyirəm, bu qayda sonlu sayda olan üçün də doğrudur. Yəni, necə? Kişioğlu, çətin sualları yaz. Kişioğlu, bu dərs sıfırdan başlamışam izah. Yəni, bugünkü konsepsiya budur ki, sıfırdan izahdır. Ay Kişioğlu. Yəni, sıfırdan izahla başlayanda yoldaş Kişioğlu. Asandan gedirik də yavaş-yavaş. Yazır da, nə deyim ona? Sən pedaqoq deyilsən, sən müəllim deyilsən, heç nədən xəbərin yoxdur. Çətin sualları yaz. Çətin sual. Mən dedim axı, burada sıfırdan izahdır. Çətin sual. Mən bura öz biliyimi nümayiş etdirməyə çıxmamışam. Bura istəyirəm kimlərsə yararlansın, nə bilim, öyrənsin. Səndən yaxşı bilirəm yazacaq. Qəşəng. Təki belə bil, əla.
Təki sən məndən yaxşı biləsən. Bax, bu dediyim qayda. Bəzən şagirdlər ancaq ikisi üçün götürür. Elə bilir ki, ikisi üçün doğrudur. Bu qayda sonlu sayda 3 dənə, 4 dənə, 5 dənə vurğular üçün də doğrudur. Loqaritm. A əsasdan bax, x1, x2 vurulsun və sair xn. Sonlu sayda olanda da eynidir. Sonlu sayda olanda da eynidir. Yəni, bu bərabərdir. Loqaritm A əsasdan x1 üstəgəl loqaritm A əsasdan x2 üstəgəl loqaritm A əsasdan xn. Aydın oldu. Bu sonlu sayda olan üçün də doğru. 3 dənə, 4 dənə. Məsələn, bax, loqaritm istəyirsən bu şəkildə də yaza bilərsən. Tutaq ki, olsun 5 əsasdan, məsələn, 36. 5 əsasdan 36. Olacaq loqaritm 5 əsasdan. Məsələn, bunu 3 dənə hasil şəklində göstərək də. Tutaq ki, 2 vurulsun 3 vurulsun 6. Bunu cəm şəklində göstərək. Cəm şəklində göstərsək, nə olacaq? Loqaritm 5 əsasdan, dedim axı, hasil şəklində göstərdikdən sonra cəm şəklində yaz. 5 əsasdan 2 üstəgəl loqaritm 5 əsasdan 3 üstəgəl loqaritm 5 əsasdan 6. Aydın oldu. 4 dənə də olsa 4 dənə üstünə doğrudur və s. bu şəkildə. Yəni, sən bircə bunu bil ki, hasilin loqaritmi vuruqların həmin əsasa görə loqaritmləri cəmidir. Hasil şəklində yaz, sonra loqaritmlə yazanda bu hasillər avtomatik cəmə çevrilir. Bu da oldu belə. Belə qalır, əlbəttə. Qalır da belə. İndi belə. Sən imtahanda sənə necə düşə bilər? Tutaq ki, məsələn, buna deyəcək bir A, buna B, buna C deyəcək bunu A, B, C ilə ifadə et. İndi o baxır, 5 əsasdan 5 1 verir, bəli, amma burada 5 yoxdur axı. 5 olanda 1 verir də, hə, orası elədir, amma burada 5 yoxdur da. Bu belə. Sonra növbəti gəlir nisbətin loqaritmi. İkinci. Nisbətin loqaritmlə bağlı, nisbətin loqaritmi də eyni oxşar qaydadır. Sadəcə olaraq burada çıxmadı. Yəni, hasildə vurmadır, nisbətdə isə çıxmadır. Yəni, loqaritm A əsasdan x böl y bölmə olanda çıxır. Çünki mən bu dərsi 2 hissəyə bölmüşəm. Bax, bu günlərdə ümumi üstü növbəti bir dərsdə buna həsr edəcəm. Orada bayaqları kişi oğlu deyən biri vardı. Bilməm, buradadırsa, o vaxtı artıq çətin suallar olacaq. Başlayan kimi insaf yaxşı şeydir. Kimsə çətin suallardan izah eləməz axı. Öyrətməyin metodu var da. Bu dünyada qəbul olunmuş bir metoddur ki, sadədən mürəkkəbə. Bu belədir də. Loqaritm A əsasdan x bölünsün y. Nisbətlə olanda və yaxud da belə deyək, kəsrin loqaritmi. Eyni əsasa görə fərq olur. Yəni, loqaritm A əsasdan x çıx, loqaritm A əsasdan y. Aydın oldu. Nisbətin loqaritmi ilə yazanda fərq olur. Məsələn, tutaq ki, sən bunu yazmaq istəyirsən. Loqaritm 4 əsasdan olsun 5 əsasdan. 5 əsasdan 7-də 2. Bu hər hansı bir kəsirdir. 7-də 2 kəsirinin 5 əsasına görə loqaritm deyək. Nə olacaq? Loqaritm 5 əsasdan 2 minus loqaritm 5 əsasdan 7. Aydın oldu. Yəni, kəsrin loqaritmini biz hesablayanda çıxırıq. Və yaxud da belə bir misal. Loqaritm
loqaritm olsun, tutaq ki, 4 əsasdan 16-da 16 olmasın. 4 əsasdan 4-də 3. Bunu hesablamaq istəyirəm. Loqaritm 4 əsasdan 4-də 3. Yenə eyni formada yanaşır, eyni şəkildə. Nə yazarıq? Loqaritm 4 əsasdan kəsir baxın, çıxır. 4 əsasdan 3 minus loqaritm 4 əsasdan 4. Elə deyil. Loqaritm 4 əsasdan 3 minus loqaritm 4 əsasdan 4 bərabərdir. Hə, bunu axıra qədər davam etdirməliyik. Loqaritm 4 əsasdan 4 nə verir bizə? Bu qalır loqaritm 4 əsasdan 3 minus bundan əvvəlki biliyə görə bəli. Loqaritm 4 əsasdan 4 1 verir. Çünki əsasla loqaritm eyni olanda cavab 1 edir. Bu da qaldı belə. İndi bu hasil və cəmlə bağlı bu düsturların belə deyək də tərsi deməzdim. Yəni bərabərliyin solla sağının yerini dəyişərək də tətbiqi çox genişdir. İndi ona aid də misallar yazıram. Baxırıq bura. Bunlar bərabərliyin sağının solunun yeri də dəyişilərək tətbiq olunurdu. Uşaqlar ekranları bəyənəkdə 50 nəfər izləyib. Hərəniz bir 30 dəfə, 40 dəfə ekran bəyənsə, canlı paylaşsa, canlı qalxacaq. Bu vaxtlar həm bilmirəm nədir. Mən nə vaxt bu vaxtlar canlı açıram, izləyici sayı az olur. 1-2 saat bundan qabaq canlıdaydım, 100 neçə nəfər var idi. Görürsən, canlı qalxsın, canlı düşür. Belə. İndi bunların tərsinə tətbiq. Məsələn, bax, loqaritm 2 əsasdan neçə olsun? 6 əsasdan. 6 əsasdan 4 üstə gəl loqaritm 6 əsasdan 9. Bax, belə bir misal. Bax, yenə deyirəm, bu düsturların tərsi də doğrudur. Yəni ki, loqaritm A əsasdan XY, A əsasdan X plus deyil, loqaritm A əsasdan Y. Tərsi də doğrudur. Yəni, bax bu. Loqaritm 6 əsasdan 4, üstə gəl 6 əsasdan 9. Bu cəmi səndən soruşur. Bunu özünə dərd eləmirsən. Niyə? Çünki sən düstur bilirsən, qayda bilirsən. İndicə mənim dilimdə sizə. Nədir o qayda? Loqaritm 6 əsasdan nə olacaq? 4-ü vururam 9-a bərabər. 4 vurulsun 9. Çünki bu şəkildə olub ki, gəlib çıxıb bura. Və yaxud da düsturu tərsinə tətbiq edirsən. Bu da bərabərdir. Loqaritma 6 əsasdan 4 dəfə 9, 36. 6 əsasdan 36 loqaritmin xassəsinə görə, bundan əvvəl dedim də canlı yayında. 6 üstü neçə 36 edir? 2. 6 əsasdan 36 sənə verdi 2. Bu oldu belə. Və yaxud da belə bir misal. İkinci, loqaritm 3 əsasdan 4, loqaritm 3 əsasdan 4 minus loqaritm 3 əsasdan 36, 3 əsasdan 36. Bunu yazıb rəy yerinə siz deyin elə. Əsaslar fərqli olsa deyəcəm. Əsaslar fərqli olsa deyəcəm də biraz səbirli olar. Çünki əsaslar fərqli olsa, bu bir əsasdan başqa əsasa gətirilməlidir ki, mən hələ onu keçməmişəm, amma o qarşıdakı dəqiqələrdə olacaq. Aydın oldu. Yerə onu keçin, sonra izahını verir. Biraz səbirlə. Sadəcə burada nə deyilir, onları öyrənək. Zamanla deyəcəm. Hə. Bax, loqaritm 3 əsasdan 4, çıx loqaritm 3 əsasdan 36. Sən bunu hesablamaq istəyirsən. Şöyle bir dəqiqə. Zəhmət olmasa bu 60 nəfəri bir dənə misal qoyuruq qırağa. 1-2 dəqiqəliyə, 1 dəqiqə. Ekranları bir dənə güclü bəyənək. Onu 20 min edək də, orada izləyici bəyənmə sayını. Hər birinizdən xahiş edirəm. Bir dənə sürətlə bəyənək. Bu canlı kəşfiyyətə düşsə, ondan sonra izləyicilər gələr. Bir dənə sürətlə, sürətli şəkildə. Bu bəyənirsə canlı qalxır. Bir də paylaşın canlı. Sürətlə bəyənək 20 minə doğru.
Bilmirəm, dərs maraqlıdır, çoxu bəyənmir, dərsə qulaq asır, ya sadəcə dərs xoşuna gəlmir, bəyənmir. İnsan da kimsə məcbur edə bilməli axı bəyənsin. Hərənin şəxsi fikridir. Mən kiməsə necə deyə bilərəm, mən bəyənmir də. Hə, keçdi, əla. Bax, loqaritm 3 əsasdan 4 minus loqaritm 3 əsasdan 36. İndicə qeyd etdik. Nə qeyd etdik? Dedik ki, fərqlə olanda bölmədir də. Necə ki, bölmə fərqə gəlib çıxır. Bölmə fərqə gəlib çıxır, fərq də bölməyə gəlib çıxır. Bu bərabərdir loqaritm 3 əsasdan 4-ün 36-ya nisbəti. Çünki 36-da 4 olub gəlib çıxıb bura və yaxud da ki, bax belə. 36-da 4. Bu bərabər loqaritm 3 əsasdan 36-da 4 nəyə ixtisar gedir? 4-ün özünə. İxtisar aparmalıyıq da. Bəziləri yazı saxlayır belə. İxtisar apardı. Bu bizə verdi 9-da 1. Yaxşı. Və yerinə yazmaya. Loqaritm 3 əsasdan 9-da 1 bizə neçə verir? Çoxları səhv yazıb, ona görə deyirəm. Loqaritmin mahiyyətini bilsəz, bunun dərhal deyərsiniz. Mən bundan əvvəlki canlı yayında izah elədim də loqaritm nədir. Loqaritm 3 əsasdan 9-da 1. Yəni, sən fikirləşməlisən ki, burada yox, elə bildim. Ədad falandır. Bəli, 2-də 1 yox. Bax, problem buradadır. 3 üstü neçə? İndi biz növbəti düsturlar deyəcəm. Burada şifahi bunun cavabını deyəcəm. Amma indi burada hazırdır da. 3 üstü neçə 9-da 1 edir? 3 üstü neçə? Bəli, 3 üstü mənfi 2. Tamamilə doğru. Mənfi 2. Özüm fikirləşdirəm. 3 üstü neçə? 9-da 1. 3 üstü mənfi 2. 3 üstü 2, 9 edirsə, mənfi ilə olanda kəsr olur da. 3 üstü neçə 9-da 1 edir? Mənfi 2. Aydın oldu. Bax, bu oldu belə. İndi bir misal da yazın bununla bağlı. Vurma ilə bağlı. Birini də deyim. Bax, belə. LG 10-luq loqaritm. Üstə gəl LG 5. İndi düsturu tətbiq edib bunun cavabını tapaq. LG 2, üstə gəl LG 5. Rəy yerinə siz yazırsınız. Görək neçə edir bu. Bax, yazmışam LG 10. Budur mu son? Əlbəttə ki, yox. LG 2, üstə gəl LG 5. Bax bu. Qaydaya görə bu nə olacaq? LG 2-ni vuracam 5-ə. 2 vurulsun 5. Niyə? Çünki toplayırıq da. Hasilin loqaritmi. Bu da bərabər LG, yəni 10-luq loqaritm. 2 dəfə 5, 10. Burada 10'dur da, əsas 10'dur da. 10'luq loqaritmdə əsas nədir? Bundan əvvəlki bir saat bundan qabaq canlı yayındaydı. Orada dedim də, LG-nin əsası 10 deməkdir də. 10 əsasdan 10. Dərsə başlayanda dedim ki, əsasla bu loqaritm altı ifadə eynidirsə cavab 1 verir. Vəssalam, cavab oldu 1. O çoxu 0 yazıb. O bizim yaralı yerimiz orada. Bayaqlar dedim axı. Dedim ki, loqaritm A əsasdan A var. Bir də loqaritm A əsasdan 1 var. O çoxu qarışdırır bunu. 0 deyir, 1 deyir. O düzgün deyil. Əgər burada belə bilirsənsə, imtahanda ümumiyyətlə aləmi vuracaqsan bir-birinə. A əsasdan A 1'dir. Amma A əsasdan 1 0'dır. Bunlar eyni olanda 1'dir. Bunlar belə bilmirsənsə da loqaritmin tərifindən istifadə elə. 10 əsasdan 10. 10 üstü neçə 10 edir? 1. Bax bu şəkildə. Aydın oldu. Bu belə. İndi bir qeyd deyirəm, sizə çox istifadə edilir.
Buna görə bunun üzərində dayanım qoy. Bax, belə bir mühüm qeyd. Loqaritm A əsasdan 1 bölünsün B. Loqaritm A əsasdan 1 bölünsün B-ni. Təşəkkür. Loqaritm A əsasdan 1 bölünsün B-ni. Uşaqlar, bax, bu çox istifadə edilir. Mən burada bunları sizə deyirəm, diqqətli olun. Bunlar xırdalıqlardır. O bayaq biri gəldi yazdı, çətinləri deyim. O çətinlər də axırda bura gəlib çıxacaq. Biz bunu öyrənək, sonra çətinlərə doğru gedək də. Bax, xırdalıqlardır bunlar. Loqaritm o qədər qatma qarışıq mövzudur. Baxmayaraq asandır ha. Bax, yenə deyirəm, loqaritm çoxu deyir ki, asandır falan, amma orada o qədər incə məqamlar var ki. Bax, çox istifadə olunan bir hal. Loqaritm A əsasdan 1 bölünsün B. Bunu yadda saxlayırsan, mənfi loqaritm A əsasdan B-dir. Loqaritm A əsasdan 1 bölünsün B-ni yazanda, mənfi A əsasdan bu 1B ilə olanda, B-nin tərsi ilə olanda mənfini çıxart qarşıya, bunu yaz. Bunu qüvvətlə də yazmaq olar. İndi keçərik qüvvətin loqaritmindən. Bu şəkildə də yaza bilərsən. Məsəl üçün, bax, göstərim də 1 bölünsün B-ni. Axı, nisbətli dərsimizdə indi hal-hazırda bunu yaza bilərsən. A əsasdan 1 minus A əsasdan B. Bu 0 verdi bizə. 0-dan da bunu çıxanda qalır mənfi loqaritm A əsasdan B. Fikrim çatdı. Bəli, mənfi çıxır qabağa, doğru. Mənfini biz sadəcə olaraq qarşıya çıxardırıq. Diqqət. Gəlin bir misal yazaq da. Yazaq mı? Loqaritm. Bax, bayaqki misal. Deyəsən, 3 əsasdan 9-da 1. Bax, bu misal. Çoxu burada aləm vurdu bir-birinə. Loqaritm 3 əsasdan 9-da 1. Təbii ki, sən loqaritmin tərifinə görə bunu deyərsən mənfi 2-dir. Elə deyilmi? Mən səndən razıyam. Sən bunu deyərsən. Loqaritmin tərifinə görə deyərsən ki, bu bizə mənfi 2 verir. Və düz də deyirsən, əhsən. Gəlin bunu bu üsulla deyək. Bunu necə yazacağım? 3 əsasdan 9-da 1-də axı. Bu sənə nə verər? Mənfi loqaritm 3 əsasdan 9 qeyd etdikdə 3 əsasdan 9. Buna görə. Mənfi 3 əsasdan 9, 3 üstü neçə 9 edir? 2 verdi bizə mənfi 2. Və yaxud da bunu sadəcə yaz, heç hesablanmağını istəmirəm. 8 əsasdan 10-da 1. Nə verər sənə? Mənfi loqaritm 8 əsasdan 10. Aydın oldu. Yəni, tərs olanda. Mənfini çıxardırsan, qarşıya bunu yazırsan. Bu oldu belə. 34.050 nəfər izləyici var. Uşaqlar, onu bir 40.000 edək də. Hələ izahlar qarşıdadır. Hələ loqaritmlə bağlı çətin düsturlar var. Onları da deyəcəm sizə. Sonra bir dəfə də canlı yayın edərik. Çətin misallar. Sonra başqa mövzu. 35.204 sürətlə onu 40.000 edək də. Onu sürətlə 40.000-ə doğru. Bu vaxtlar canlı yayın qalxmır da. Qalxır 80-ə, düşür aşağı. 36.500, 600, sonra 700, 40.000-ə doğru. Onu 40.000 edək. $38.000. 2.000-dən sonra gəlir 40.000-ə. Mən də sizin üçün qəşəng bir dənə bilik deyirəm. Nədir o bilik? Qüvvətin loqaritmi. Qüvvətin loqaritmi çox mühüm bir bilikdir. Loqaritmin, nə bilim, canıdır da. 40.000. Gəlirik. Sürətlə bəyənək 40.000, amma dayanmaq yoxdur.
da daha çox bəyan olsun qoy. Qüvvətin loqaritmi çox mühüm, həddindən artıq loqaritmdə o qədər çox lazımlı bir bilikdir ki, yəni loqaritmin belə deyək də canlıda konkret qüvvətin loqaritmi deyirəm onu. Diqqət. Loqaritm A əsasdan x üstü p bərabərdir. X müsbət daha. Burada bir şey deyim, indi kimsə haqlı olaraq bəli canlı yayına qoşulub deyə bilər və yaxud da burada izləyicilərdən kimsə deyə bilər, haqlı olaraq deyək ki, ay müəllim, o da cüt tək məsələsi var. Onu ayrıca deyəcəm. İndi hal-hazırda x-in müsbət olan halına baxaq. Sonra görək cüt tək halı üçün də deyiləcək. Qüvvətin loqaritmi. Loqaritm A əsasdan x üstü p. Qüvvətin loqaritmini hesablayanda uşaqlar. Bax bu qüvvətdir də görürsünüz. X üstü p qüvvətdir. Heç bu loqaritm yoxdur. X üstü p nədir? Bir qüvvətdir. Loqaritm A əsasdan x üstü p-ni biz yazanda marker zəif deyilir. Biraz yaxında qalmışam. Fokuslanma düzgün deyil. Qüvvətin loqaritmində bu qüvvət üstü var. Bax bu. Bu loqaritmin qarşısına keçə bilər. Belə bir qayda var. Onu sizə heç kəs qadağan edə bilməz. Buna deyirlər qüvvətin loqaritmi. P gəlir qabağa. P loqaritm A əsasdan x. Aydın oldu. Yəni qüvvətin loqaritmini sən hesablayanda bu qüvvət üstünü gətirə bilərsən loqaritmin qarşısına. Əksi də doğrudur ha. Yəni buradan da bura gətirə bilərsən. Aydın oldu dediyim. Dərhal bir nümunə göstərirəm. Dərhal. Bax bura. Dərhal. Bax 1. Loqaritm 5 əsasdan 8. Tutaq ki, ən belə primitiv, bəsit misaldan gəlirəm də lap qabağa. Loqaritm 5 əsasdan 8. 8-i mən necə yazıram? Loqaritm 5 əsasdan. 8-i yazıram 2-nin kubu. Yazmağa ixtiyarım çatır əlbəttə. 5 əsasdan 8, 5 əsasdan 8-i yazıram 2-nin kubu. Elə deyil mi? Yəni 2 üstü 3. İndi məlum qaydaya görə nə olacaq? Bu 3 çıxır qarşıya. Dedim axı, bu üstü qabağa çıxarda bilərik. 3 loqaritm 5 əsasdan 2. Aydın oldu. Bax, gəldi qarşıya. İkinci. Bayaq bir bilik dedimi bundan əvvəl. Dedim ki, bu başqa formada da ispat oluna bilir. Bax, dedim, loqaritm A əsasdan 1 bölünsün B. Bax, bunu gəlin bu üsulla yazaq. İxtiyarımız çatır yazmağa. Çünki da biz bu biliyi öyrəndik. Nədir o bilik? Loqaritm A əsasdan 1 bölünsün B-ni necə yazıram? B üstü mənfi 1. Sonra bu mənfi 1 çıxır qarşı. Mənfi 1 çıxdı qarşı. Mənfi 1 mənfi olurdu. Mənfi loqaritm A əsasdan B. Bunu iki formada göstərdim sizə. Bu oldu belə. Şimdi baxın, burada digər misallar varmı? 3 əsasdan 3 kökdə 3. Üçüncü, loqaritm 3 əsasdan 3 kökdə 3. Bu düsturun yaxşı cəhəti nədir uşaqlar? Biz burada o qarışıq misallar olur, şagirdləri biraz belə çaşqınlığa gətirən misallar bununla tapılır. Mən bundan istifadə edib bir düstur da sizə deyəcəm. Bunlar asandır. Yenə asan xidmət əməkdaşları qoşuldu canlıya. Get işinlə məşğuldur. Bunlar asandır. Sən get çətində gələrsən. Get bax, orada ekran var. Bir dənə belə qaldırırsan yuxarı, mən yox oluram, itirəm. Bunlar sən biraz çətin şeyləri bilirsən də, biz hələ sənə çatmamışıq. Sən get, biz sənə çatanda sən gələrsən. Bunlar sənə üçün asandır da. Biz hələ o səviyyəyə çatmamışıq. Bunlar asandır. 3 əsasdan 3 kökdə 3. Bax, bu düsturun yaxşı cəhəti odur ki, bu formada, bax, belə deyək də, indi dırnaq arası eybəcər misalları həll etmək olur. Bundan istifadə edərək, yəni qüvvətin loqaritmindən istifadə edərək. Necə deyirəm? 3 əsasdan 3 kökdə 3.
nə olacaq? 3 əsasdan 3 vurulsun. Kökdə 3-ü necə yaza bilərik? 3 üstü 2-də 1 kimi də. Elə deyilmi? Biz kökdə 3-ü 3 üstü 2-də 1 kimi yaza bilərik. Yazdım bura. 3 üstü 2-də 1 bərabərdir. Loqaritm 3 əsasdan 3 üstü. Əsaslar indi üstə toplanılır. 2-də 3. 1 üstə gəl 2-də 1, 2-də 3 edir də. Daha sonra indicə qeyd etdim. Bu gəlir qabağa, yəni 2-də 3. 3 əsasdan 3 sənə nə verir? Yazın bunu izahlı. 3 əsasdan 3. Bu sənə 1 verir, qaldı 2-də 3. Fikrim çatdı. Bax bu şəkildə. Loqaritm 3 əsasdan 3 üstü 2-də 3-ü gətirdim. Bu 2-də 3-ü çıxartdım qarşıya. 3 əsasdan 3. Bu bizə 1 verir. 2-də 3. Bu da belə. İndi mən bu düsturdan istifadə edib sizə maraqlı bir düstur mu deyim, nə deyim? Hələ qalıb biraz başqa formada misallar yazaq. İnşallah ekranları bəyənək də. 51.400 bəyəni var. Sürətlə bəyənək. Ekranları bəyənək. Canlını paylaşaq. Canlı qalxır 80-ə, 70-ə düşür. Bu niyə belədir bilmirəm. Bu vaxtlar belə olurdu. Və bundan əvvəl canlı yayındaydım. Hələ idi. Loqaritm 3 əsasdan 5-ci dərəcədən kök altda 27. Loqaritm 3 əsasdan 5-ci dərəcədən kök altda 27. Bax bu. Maraqlı test tapşırığıdır. Qəbula düşən suallardan yazımda loqaritmdən zəhmət olmasa. Bilmirəm, bu nə deməkdir? Dərsimiz var da, dərs. Bugün dərs mövzusudur. Dərs yəni ardıcıl şəkildə gedir. Bax bu. Loqaritm 3 əsasdan kök altda 5-ci dərəcədən 27. Bəli, mövzu izah olunur. Burada ola bilsin ki, yeni qoşulub. Mövzu izah olunur. Mövzu izahı biz nədir? Mən bu günləri tutaq ki, canlı yayında dərs başlığında dedim ki, loqaritmin düsturları, xassələri ilə bağlı canlı yayınımız. Dərsimiz budur. Bir də görsən, biri gəlib yerində yazır. Yuvarlaqlaşdırmanı özə yazmır, yuvarlaqlaşdırmanı izah edildə yazır. Yuvarlaqlaşdırmanı izah et də. Yaxşı, tutaq ki, bunu dediyim, indi mən neyim, dərsi qoyum qırağa yuvarlaqlaşdırmağa. Belə şey olmur axı. Dərs mövzu var da, bu günləri budur mövzu. Yuvarlaqlaşdırmanı izah etmişəm, YouTube kanalında da var. Loqaritm 3 əsasdan kök altda 5-ci dərəcədən 27. Bax, blokda düşən mövzudur. Bax bu. Diqqət. Necə yazıram? Loqaritm 3 əsasdan kök altda 5-ci dərəcədən. Bu 27 var ha. Bu 27-nin belə deyək də daxilində bir 3 var da. Hə? O 27-nin ruhunda bir 3 var. Bu 27-ni mən yazıram 3-ün kubu. Bax bu şəkildə. İxtiyarım da çatır yazmağa da. Loqaritmdə sizə bir söz deyim uşaqlar. Loqaritmdə çox lazımlı bir yanaşma var. Loqaritmi belə deyim də, hətta canlı deyərdim ona. Məsələn, uyğunlaşdırırsan da əsasla digər. Məsələn, 3 var, 27 var, 9 var. Deməli, onları hamısını 3-ün qüvvətinə gətirməlisən. 5 var, 25 var, 125 var. Hamısını 5-ə gətirməlisən. Yəni, bu loqaritmdə hədsiz dərəcədə çox istifadə edilir. Aydın oldu. Loqaritmdə çox istifadə edilir bu. Çünki qüvvətə yüksəltmə əməllə tərs gedir də bu. Orada da lazım. Naxtosu qüvvətlərdə necə yığmır, burada da belə. Nəysə, çox danışmayayım. 3 əsasdan 5-ci dərəcədən bu 27-ni yazdım belə. Yenə bərabərdir. Loqaritm 3 əsasdan. Bunu rasional üstü qüvvət kimi yazırıq. Qüvvət üstündə bəli, tamamilə haqlısan, çox yaxındır.
3 üstü 3'ü bölürəm 5-ə. 2 kökdən çıxsın. Növbəti işim nədir? Dedim ki, qüvvətin loqaritmində bu gəlir qarşıya. 5-də 3 əsas, 5-də 3 vurulsun. Loqaritm 3 əsasdan 3. Bu bizə 1 verir. Cavab oldu 5-də 3. Aydın oldu. Mən bundan istifadə edib daha hər dəfə bunu yazmayım. Bax, belə bir qeyd sizin üçün deyə bilərəm. Hədsiz dərəcədə çox istifadə edilir. Hədsiz dərəcədə. Nədir o qeyd? Daha hər dəfə belə yazmaqdansa bir dəfəlik yadda saxla. Loqaritm A əsasdan, belə deyim də, A üstü, məsələn, P, elə P-yə bərabərdir. Riyaziyyatda var da, icazə var. Bir şeydən ki, çox istifadə edirsənsə, onun hardan gəldiyini bilirsənsə, onu əzbərləyib düstur kimi yadda saxlaya bilərsən. Aydın oldu. Yəni, düstur əzbərləmə pis bir şey deyil. İndi o düsturun hardan gəldiyini də bilirsənsə, daha yaxşı. Bunu bildin də. Çox istifadə edilir. Görürsünüz, çox misallarda gəlib bura çıxır. Bir dəfəlik yadda saxlayırsan, loqaritm A əsasdan A üstü P, P-dir. İsbatını da bilirsən də, P keçdi qabağa. Bir cavab oldu bu. Görürsən, 3 əsasdan 3 üstü bu cavab 5-də 3. Məsələn, loqaritm 7 əsasdan 7 üstü 3-də 2. Bu sənə nə verər? Birbaşa 3-də 2. Öndə kimsə bu düsturla razılaşmır. Məsələn, bir ki, mən istəmirəm yadda saxlamaq, əcəb edir. İnsan da deyir, mən bu şey akademik şəkildə gedirəm də, bunu çıxardıram qarşı, özü bilər. Bu belə. $57.000 uşaqlar, ekranları bir dənə sürətlə bəyənirik 60.000-ə doğru. Bəyənək, ekranları bəyənək, dayanmaq yoxdur. Sürətlə ekranları bəyənək. İndi bayaq bir hal var idi. Çox mühüm. Birinci yazdığınızı təkrar edərdiniz mənim. Hansı yazdığım? Getdi. YouTube'a yerləşdirirəm, baxarsan. Bilmədim, birinci yazdığım düzdürsə, görmədim. Loqaritm A əsasdan x üstü. Bax, bu hissəsi çox önəmlidir. Diqqət. Bax, bu hissəsi çoxu fikir vermir ona. Bax, bu hissəsi çox önəmlidir. Biz qüvvətin loqaritmini tapdıq. Çoxu qüvvətin loqaritmini kör-körana tətbiq edir. Necə gəldi? Amma burada bir önəmli bir məqam var. Nədir o önəmli məqam? Üst cüt ədəd olanda. Məsələn, 2P. Üst cüt ədəd olanda, bunu qarşıya keçirdəndə bura mütləq şəkildə modul yazmalısan. Aydın oldu dediyim. Yəni, bu 2P gəldi qarşıya, loqaritm A əsasdan modul X. Bax, bu elə-belə bir iş deyil. Buna çoxu belə dırnaq arası baxır. Cüt dərəcə olanda bura modul yazmalısan. Məsələn, loqaritm tutaq ki, 3 əsasdan -2 üstü 8. Loqaritm 3 əsasdan -2 üstü 8. 8 cüt ədəddir də. Tək olanda qorxusu yoxdur da, tək olanda heç nə. -2 əsasdan, 3 əsasdan -2 üstü 8. Nə olacaq? 8 keçir qarşıya, olur loqaritm 3 əsasdan modul -2. 8 loqaritm 3 əsasdan modul -2 bizə verir 2. Aydın oldu. Bax, bu şəkildə. Birdən kimsə yenə bundan razılaşmır. Razılaşmır, yox, bundan kimsə razılaşmaya bilməz. Çünki düsturu dəqiqdir. Məsələn, deyir, mən belə getmirəm. O bu şəkildə yaza bilər. Loqaritm 3 əsasdan -2 üstü 8. Loqaritm 3 əsasdan -2 üstü 8 mənfinin cüt dərəcəsi də axı müsbətdir o. 2 üstü 8 kimi baxılır. Bu da olur 8 gəlir qarşıya 3 əsasdan 2 kimi də qalır bu şəkildə.
Aydın oldu. Bu da belə. İndi loqaritmlə bağlı başqa formada düsturlar. Loqaritmdə ən önəmli məqamlardan biri. İnşallah yenə deyirəm, mən bu canlı yayında sizə konkret tək dərəcədə mənfi ola bilməz. Bəli, orası elədir də. Çünki bundan əvvəlki düsturda mən qeyd elədim də, x müsbətdir. Ona görə. Orası əlbəttə elədir. Bax, loqaritmdə ən önəmli məqamlardan biri. Bir əsasdan, belə deyək də, hər hansı bir əsasa gətirmək. Ona deyirlər, loqaritmdə bir əsasdan başqa əsasa keçid. Loqaritm A əsasdan B verib bizə. Bax, loqaritmdə başqa bir əsasa gətirmək deyirlər də buna və yaxud da bir əsasdan başqa əsasa keçid. Bir əsasdan başqa əsasa keçid düsturu. Yəni, bir əsasdan başqa əsasa keçid nədir? Adından da məlumdur. Hələ bunu qoydum bir qırağa. Bir əsasdan başqa əsasa keçid. Yəni, sənin əsasın, tutaq ki, bir A-dır. Sən bunu bir C əsasına gətirərsən. Nə bilim, bir Y əsasına gətirərsən. Loqaritmdə var belə bir qayda. Buna deyirlər elmdə, riyaziyyat elmində bir əsasdan başqa əsasa keçid. Necə? Tutaq ki, sən bunu, bu loqaritm A əsasdan B-ni bir C əsasına gətirmək istəyirsən. Onda xətt çəkilir. Avtomatik həmin əsas olur. Yəni, C, loqaritm C. Və diqqət. Kimsə bunun tətbiqində çətinlik çəkirsə öyrənə bilər. A əsasdan B-ni. Əsasımız A-dır. Sən bunu bir C əsasına gətirirsən. Əgər bunu bir C əsasına gətirirsənsə, sənin əsasın avtomatik C-dir. Surətdə buna uyğun, burada nədirsə odur. Məxrəcdə də buna uyğun, burada nədirsə odur. Qutardı. Yəni, loqaritm A əsasdan B bərabərdir. C əsasdan, bax bu B, C əsasdan A. Bir dəfə də deyirəm, sonra keçirim misala. Yəni, sən loqaritmi başqa əsasla gətirəndə, nə edirsən? Avtomatik sənin əsasın həmin o gətirdiyin əsas hansıda odur. Ondan əvəz olunur. Surətdə bu ifadə, loqaritm altı ifadə məxrəcdə. Diqqət. İndi bir misal göstərirəm. Yaxşı, 100 dəfə yaz. Bir dəfə də yazdım. 5, 4 dəfə yazdım. Davam elə 100 dəfə. Hədəf 100 dəfə. Getdik. 1, 2, 3, 4 dəfə yazmışsan. Bir dəfə də yaz. Yaz, ürəyin soyusun. Bir dəfə yazdım da. Görürsən, sildilər sənin rəyini. Bir dəfə yazdım da. İnşallah, yenə deyirəm, bu canlı yayında heç kim burada xahiş edirəm, öz savadını göstərməsin. Burada hamı bir-birindən öyrənir. Vallahi, mən belə deyək də, o təkəbbürdə deyiləm ki, burada kiməsə belə aşağı baxın ki, vallahi, mən də sizdən öyrənirəm. Burada elə bir həll deyə bilərsiniz ki, və olub da, burada bir neçə şagird olub ki, mən ondan öyrənmişəm. Necə öyrənmişəm? Özüm bu üsulla bilmişəm, filan üsulu da ondan öyrənmişəm. Burada nə var axı? Təkəbbürlükdən uzaq olaq da. Burada hamıdan öyrənir. Mən də sizdən, siz məndən, qarşılıqlı şəkildə də. Bu rəyi 5 dəfə ard-arda yazmaq nədir? Yəni ki, belədir də, mən bunu belə bilirəm. Ehtiyac yoxdur axı. Lazım deyil. Təkəbbürlük hər bir işdə ümumiyyətlə ziyanlı bir şeydir. Heç kəsə xeyir gətirməyib. Təkəbbürlü olmaq heç kəsə xeyir gətirməyib. Elmdə ümumiyyətlə xeyir yoxdur. Təkəbbürlük. Belə. İndi nümunə göstərdik. Baxaq bura. Loqaritm 5 əsasdan 4. Görə bilirik də. 5 əsasdan 4-dür. Bunu biz 2 əsasına gətirək. 2 əsasına gətirsək nə olacaq? Loqaritm 2 əsasdan 4 bölünsün 2 əsasdan 5. Aydın oldu. Buna deyirlər, yenə deyirəm, bir əsasdan başqa əsasa keçin. Bax bura.
Orada C hansı deyil. C-ni dedim axı, başqa əsasa gətiririk də bir C əsasına. Sən istəyirsən C əsası yazma, bir Y əsası yaz. Söhbət burada hər hansı bir əsasa gətirməkdən gedir. Məsələn, loqaritm 5 əsasdan 4. Mən burada demirəm, hökmlü 2 əsasına gətirəsən. Belə bir söz deməmişəm. Yəni, tutaq ki, bir 2 əsasına. İndi sənin xoşuna gəlmirsən 3 əsasına gətir. Bütün hansı əsası gətirirsən gətir. Yekunda sən loqaritmi bir əsasdan başqa əsasa keçidi öyrənirsən. İxtiyari əsas nəzərdə tutulur, bəli. Məsələn, 2 əsasına. Bunu 2 əsasına gətirsə olacaq. Loqaritm 2 əsasdan 4 bölünsün loqaritm 2 əsasdan 5. Axıra qədər get. 2 əsasdan 4 sənə nə verir? 2 bölünsün loqaritm 2 əsasdan 5. Və yaxud da başqa bir misal. Loqaritm 7 əsasdan 10 deyil. Bunu bax, bayaq orada biri var. Dedi ki, bir izləyicimiz C hardadır. Məsələn, 7 əsasdan 10. Mən burada demirəm hansı əsasa gətirir. Siz deyin, biz də gətirək. Hansı əsasa gətirir? Məsələn, 5 əsasına gətirir. 10 əsasına. Ürəyin hansı əsas istəyir də? 5 əsasına gətirək. Olacaq loqaritm 5 əsasdan 10 bölünsün loqaritm 5 əsasdan 7. Aydın oldu dediyim. Təşəkkür. Minnətdarım. Loqaritm 7 əsasdan 10. Sən bunu gətirdi 5 əsasına. 5 əsasdan 10 bölünsün 5 əsasdan 7. Bax, buna deyirlər bir əsasdan başqa əsasa keçid. Aydın oldu. Buradan çox belə gözəl bir xüsusi hal gəlir. İndi onu da deyəcəm sizə. Bax, bu dediyim. Bu belə. Bir əsasdan başqa əsasa keçiddir bu. İndi buradan bir nəticə çıxır. Buradan bir nəticə çıxır. Bax, bir nəticə. O nəticə nədir, onu qeyd edirəm burada. Diqqət. Bax, çox mühüm bir qeyd. Diqqət. Nə bilim. Baxın, bura uşaqlar. Biri loqaritmə böləndə, bax, bu. Loqaritmdə o qədər çox tətbiq olunur ki, mən bilmirəm bunu hansı formada sizə deyim ki, sizə bunun bu vacibliyi çatsın. Mən belə qışqıraraq deyəmirəm, çoğu səsimə gələcək bura. Yəni, sözlə ifadə olunmayacaq dərəcədə bir bilikdir. Loqaritmdə baxanda çox sadə, primitiv bir bilikdir. Çox da belə qeyri-adi bir şey yoxdur burada. Amma deyir, bax, balaca boyu var, dam dolusu doyu var. Bunun indi tətbiqləri var da. Diqqət. Yadda saxlayırsan ki, loqaritmdə, loqaritmin tərsi və yaxud da biri loqaritmə böləndə, loqaritmin əsası ilə loqaritmaltı ifadənin yerləri dəyişilir. Aydın oldu. Loqaritmaltı ifadə ilə loqaritmin əsasının yerləri dəyişilir. Biri loqaritm A əsasdan B-yə bölsən, bu sənə verər loqaritm B əsasdan A. Aydın oldu. Bunu öyrənib yadda saxlayırsan, çox möhtəşəm bir bilikdir. Yəni, 1 bölünsün loqaritm 3 əsasdan 2. Biri loqaritm 3 əsasdan 2-yə bölsək, bu bizə nə verər? Loqaritm 2 əsasdan 3. Vəssalam. Loqaritm 2 əsasdan 3. Aydın oldu. Loqaritmə böləndə bax, bu şəkildə. Bu oldu belə. Və yaxud da istəyirsən ədədi götürüb böl. 5 bölünsün loqaritm 7 əsasdan 3. Hökm deyil 1 olsun. 5 bölünsün loqaritm 7 əsasdan 3. Sən bunu öyrən. Loqaritmə böləndə yerlər dəyişilir. Sən bunu öyrən. Qurtardı 7. 5 bölünsün loqaritm 7 əsasdan 3. Bu sənə nə verər? 5 qalır təbii ki. Loqaritmə böləndə dəyiş 3 əsasdan 7. Qalır bu şəkildə. Aydın oldu. İndi loqaritmlə bağlı növbəti möhtəşəm bir bilik. Qızıl bilik. Onu da deyəcəm sizə. Uşaqlar, ekranın bəyənək 80 minə doğru gedək də. 71.300. Bir dənə sürətlə bəyənək ekranları 80 minə doğru. Möhtəşəm biliklər hələ qarşıdadır. Hər bir ədəd üçün belədir, bəli. Qaydadır da o.
Uşaqlar ekranları bəyənək. 80 min edək də. Mən də bir dənə marker gətirim oradan. Markerimiz qutarır. Siz bəyənin, gedib gəlib görüm bəyənmə nə qədərdir. Zaten sildim də. Yaddaşım gedib, indi sildim deyirəm. İşte geldim gördüm 70-100 min lira. Ben de tez geldim. Məndə də az yoxdur. Get bir 5 dəqiqəyə gəldi. 3 saniyəyə gəlir. Saat 2 belə. Diqqət. Loqaritmdə hasildə bax. Loqaritm A əsasdan B vurulsun. Loqaritm tutaq ki B əsasdan C vurulsun. Loqaritm C əsasdan A. Bax, belə bir hasil. Uşaqlar, bu nədir? 2027 363 gün qalıb. Nə danışırsan? Mən 364 gün bilirdim. Nə yaxşı sən dediyini. Sən bu qədər vaxtın var da. 2027. Tamam. 2027'ye 360 neçə gün qalıb? Yaxşı, sən belə diqqətlisin. Keçən il bu vaxtı günortaya nə yemişdin? Hə də bunlar belədir də, mən nə bilim. Belə. Loqaritmdə belə bir xassiyyət var. Çox lazımlı bir qaydadır. Sizə imtahanda təklif olunacaq. Hasildə, həmişə yox ha, ancaq və ancaq hasildə. Ancaq və ancaq hasildə, diqqət. Hasildə uyğun olaraq götürə bilərsiniz. Bu sözə diqqət yetirin. Uşaqlar, bax, bu elə-belə bilik deyil ha. Çoxlu çətin misallar var. O misallar, bax, bu üsulla, bununla həll olunur. Bir də hər dəfə, belə deyək də, bir əsasdan başqa əsasa gətirmirsən. Hər dəfə elə yazma. Bax, bu dediyim qızıl bir bilikdir. Deyir, o qardaşın qardaşa demədiyi bilikdir. Mən bunu sənə çatdırıram, deyirəm. Hasildə uyğun götürə bilərsən, bax. Bu B-ni görürsən, bu B ilə bu B. Bunlar getdi, çünki eyni əsasa görə 1-dir də. B ilə B 1-dir. Sonra bax, C ilə C getdi, 1-dir. A ilə də A getdi, bu bizə 1 verdi. Loqaritmdə var belə bir qayda. Məsələn, loqaritm 3 əsasdan 4 vurulsun loqaritm 4 əsasdan 3. Bunun ən bəsit versiyası budur. Ən primitiv versiyası. Hələ digər versiyalar da var deyəcəm. Bax, loqaritm 3 əsasdan 4 vurulsun 4 əsasdan 3. Görürsən 3 eynidir, 4 eynidir. Sənə nə verdi? 1. İkinci, bir balaca çətinləşdirmir, amma bax, bunda artıq sən bunu dəqiq öyrənərsən və bunun gözəlliyini görərsən. Məsələn, loqaritm 4 əsasdan 36 vurulsun loqaritm 6 əsasdan məsələn olsun 16. Bax, bu misal. Bu misal çoxlarına çətin gələ bilər. Amma bu xassənin tətbiqi ilə hər şey aradan qalxır. Necə? Dedim, axı uyğun götür. Buna elə belə baxmayın ha. Bu çox gözəl bir qaydadır. Dedim, axı uyğun götür. Sənə icazə verilir hasildə. Bu bərabərdir. Daha başqa əsasa gətirib falana ehtiyac yoxdur. Nə edirsən? Loqaritm 4 əsasdan 16-nı bundan götürürsən. Vurulsun loqaritm 6 əsasdan 36. O başqa əsasa da gətirsən, yenə gəlib bura çıxacaq. Aydın oldu. Belə eybəcər misallar görəndə uyğun götür. Heç kəs sənə işlə deyə bilməz.
6, 36, 4, 16. 4 əsasdan 16 sənə neçə verir? 2. Bu da verir 2 dəfə 2. Bu misalın cavabı oldu 4. Aydın oldu. Bu eybəcər uzun misallar verir. Gördünüz belə uyğun. Hansı uyğundursa götürün. Amma nədə? Hasildə. Sabah biri toplamada götürəcək, sonra deyəcək ki, müəllimin dediyi usul çıxmadı. Mən sənə deyirəm ki, hasildə onu götürə bilərsən. Toplama çıxmada yoxdur elə bir qayda. Bu oldu belə. Növbəti bir-birik. Bəs müsbətdə var. Bu nə qəribə sualdır. Bir suala bax hələ. Əziz və dəyərli insan. Bəs ixtisar olmasa, nisbətdə var, yox. Ancaq hasildə. Nisbətdə yoxdur, yox. Hasildə, hasil, ancaq hasil. Bəs ixtisar olunmasa, heç nə olmasa qalır belə də, uyğun götür də. Bax, birini də deyirəm sənə, laf aydın olsun, bax. Bir də görürsən ki, testlərdə belə eybəcər, əcaib misallar düşür, bax. Loqaritm 3 əsasdan, tutaq ki, 10 vurulsun. Loqaritm 4 əsasdan 5 vurulsun. Loqaritm, belə deyək də, 5 əsasdan 3. Bax bu. Belə bir misal. Yine uyğun götür. Bax, 3 ilə 3 getdi. 5 ilə 5 getdi. Qaldı loqaritm 4 əsasdan 10. Bir dəfəli canlı qutarda. Sən bunu bir əsasdan başqa əsasa gətirə bilərsən, amma lazım deyil. Və uyğun götür. Loqaritmdə var bir qayda. Yəni bunu mən özüm kəşf eləməmişəm. Bu mənim icadım deyil. Bu qaydadır, var. Heç kəs bunu inkar eləmir. Uyğun götür. Bax, 3-3 getdi. 5-5 getdi. Nə qaldı? 4 əsasdan 10. Qaldı. Bu belə. Mən başqa bir şey deyirdim. Da tam aydın olsun deyə dedim sənin xətrinə. İndi sən də bu izahın xətrinə bir ekranı bəyəndə. Yəni birdən başa düşməzsən, canlıya şikayət atacaqsan əsərdə. Hə? Bu canlını 100 mindən başa vursaydı, səhifəmizə də xeyirdir də. Niyə? Davam edək də, hə? Ardı gəlsin. Hansı tamaşada deyir, gəlsin, gəlməsin. Canlı yayın saatları bəlli olur. Bilmirəm ki. Mən vaxt tapdım canlı yayın edirəm. Bacardığım qədər çıxıram da canlı yayına. İnşallah mən özüm tərifləməm. Mən zəhləm getdiyim bir şeydir. Mənim heç belə qeyri-adi bir işlərim də yoxdur. Sadəcə mənim canlı yayınım digər canlı yayınlardan fərqlənir dərs canlılarında. Nəyə görə? Mənim canlı yayınım əməlli başlı dərsdir. Görürsünüz, lövhə qarşısında qal, nə bilim, neylə, kameranı oradan qoş. Digər canlı yayınlar elə deyil, axı, əlləri görürsünüz yəqin ki. Kimsə əyləşir, misal yazır orada. Çoxu da heç misal yazmır, öz hazırlıqlarını paylaşırlar. Mən neçə vaxtdır canlıdayım. Burada bir nəfər deyə bilməz ki, mən öz hazırlığımı paylaşmışam. Çünki mənim məqsədim hazırlıq məqsədi ilə açmamışam buranı. Burada neçə vaxt mən canlıdayım da bir nəfər burada deyə bilməz ki, mən nə vaxtsa canlı yayın açmışam, öz hazırlığımı reklam eləmişəm burada, nə bilim, dərsimi keçmişəm, belə şey ola bilməz və inşallah da olmayacaq. Və yaxud da kimsə görür, mənim səhifəmə girin, görün, mən orada dərsdən əlavə nəsə bir şey deyirəm, girin mənim canlı yayınıma baxın, səhifəmə.
Orada şagirdlərlə nə bilim hoqqa vermək, nə bilim nə, güya da bunlar müasir müəllimdirlər, belədirlər, elədilər. Hamısı şou. Şagird qazanmaq üçün şou. Belə ucuz cılız şeylərdir. Yəni mənim səhifəmdə siz belə şey görə bilməzsiniz və demirəm, o heç vaxt sözündən qorxuram. Yəni inşallah ki olmayacaq. Ay yemək yemək, nə bilim mahnı oxumaq, kimdənsə PK eləmək, nə bizlik deyil belə şeylər. Loqaritmlə bağlı növbəti bir-birik. Loqaritm A üstü n B üstü m. Bax, əsas bir şey. Əsas bir bilik. Loqaritm A üstü n əsasdan B üstü m. Bu şəkildə loqaritmləri hesablamaq. Artıq bunlar belə deyək də, mürəkkəb loqaritm kimi gedə bilər. M bölünsün n deyil, diqqətli ol. Loqaritm qaldı axı. Bunlar bir balaca mürəkkəb loqaritmlərdir. Elimdə belə bir ad yoxdur, mən özümdən deyirəm. Adını mən qoyuram, Allah bəxtini gözəl eləsin. Hə? Zarafat deyirəm. Deməli, bu tip loqaritmləri hesablayanda qayda belədir. Bax, bu üstləri bölürsən bir-birinə və çıxardırsan loqaritmin qarşısına. Yəni, m bölünsün n loqaritm A əsasdan B. Aydın oldu. Bu formada loqaritmini hesablayanda bunları bölürsən. Yəni, m-i n-ə bölürsən, çıxardırsan loqaritmin qarşısına. Loqaritm A əsasdan B. Bu qalır belə. Məsələn, loqaritm tutaq ki, bunu biraz sadələşdirək. Məsələn, 4 əsasdan 8. Sən bunu hesablamaq istəyirsən. Bu çox gözəl düsturdur. Düsturun mahiyyətini bir daha sizə deyirəm. Bu formada loqaritmləri hesablayanda böl, çıxart loqaritmin qarşısına. Qutardı getdi, sənin işin bitdi. İndi gəlin bu loqaritmi hesablayaq. 4 əsasdan 8 sənə qəribə gələ bilər ki, 4 əsasdan 8-i hesablamaq olur ki, bu nə deməkdir? 4 əsasdan 8-i yazırsan loqaritm. 4-ü necə yazırıq? 2-nin kvadratı. 8-i necə yazırıq? 2-nin kubu. İxtiyarım çatırda yazmağa, qüvvət şəklində. Ondan sonra bunu çıxart qarşıya. 3 bölünsün, 2 çıxır, 3-ün 2-yə nisbəti. Bax, bunlar. Qalır loqaritm 2 əsasdan 2. Bu sənə 1 verir, qalır 2-də 3. Yaxud da 1,5. İkinci loqaritmlə bax. Bəli, 2 əsasdan da gətirmək olar, problem deyil, doğru deyirsən. Loqaritm olsun 3 əsasdan, ya nə bilim, burada misallar var da. Var mı? Heç yoxdur ki. Hə, var. Loqaritm kub kökdə 2. Loqaritm kub kökdə 2. 9-cu dərəcədən kökdə 2. Baxın uşaqlar, bu çox gözəl düsturdur ha. Müəllim, riyaziyyatı necə öyrənmisiniz? Çox çətin sualdır. Nə sualdır sən mənə verdin? Adama elə sual verərlər. Çıx dərsdən. Sarafa deyirəm. Mən nə bilim, çox əziyyətlə. Yəni, özümü çox şeylərdən məhrum eləmişəm. Vallahi. Mən çox məşğul olmuşam, sevərək, bəli. Mən 4 il universitet oxumuşam. Mən bilmirəm, bəlkə də burada bu dediyim kimlərinsə qarşısına çıxar. 4 il universitet ərzində mən bir dəfə şəkil çəkdirməmişəm. Bir dəfə şagirdlərlə, tələbələrlə bir gəzintiyə zada çıxmamışam. Nə bilim, çox özümə qapanmışam bu elmə görə. Mən YouTube-da falan görəndə mənim tələbə yoldaşlarım şok keçirdilər ki, arda-arda zəngilətdə ki, bu sənsənmi? Dedim, yox. O vaxtı süni intellekt yox idi. İndi olsaydı, deyərdim, mənim süni intellektimdir. Süni intellekt. Mən deyiləm. Belə. Bu da yaxşı bir şey deyil.
Loqaritm kub kökdə 2 əsasdan 9-cu dərəcədən kök altda 2. Bax, bu düstur çox gözəl düsturdur. Bu formada eybəcər loqaritmləri hesablayandır. Sən loqaritmə baxırsan, görürsən ki, çox eybəcərdir. Amma yazmaq olur. Nə edirsən? Heç nə. Nə edərsən ki? Yazıram loqaritm. Bunu yazacağım 2 üstü 3'də 1 də. Elə deyilmi? 3'də 1. 1'i bölürəm 3'ə, çıxardıram qarşıya. 3'də 1. 2 üstü bunu da yazıram 9'da 1. Bərabərdir. Gördün? Bu formada eybəcər görünən, səni qorxuya salan, sənə loqaritmi nifrət elətdirən bu misal, amma sonradan sənə loqaritmə qarşı bir məhəbbət yaradır da. Gördün? Bir həmlə ilə gəldi, çıxdı, hazırdır da bu. Bunu yazdım bu şəkildə, bunu da belə. Ondan sonra qayda nədir? Bunlar bölünür, çıxır qarşıya da. 9'da 1, bölünsün 3'də 1, loqaritm 2 əsasdan 2. Çünki bunlar bölünür, çıxır qarşıya. Bu qalır da. Bu da bərabər. Bu 1 verər sənə, bu heç. 9'da 1'i də 3'də 1'ə böləndə 9'da 1'i tərsinə vururuq 3'ə. Bu da sənə verdi 3'də 1. Bu da belə. Qorxdum bu eybəcər misallardan. Eybəcər burada satirik mənada deyirəm də. Sən də Allah saxlamış. O qədər sözlər sənə xoş gəlmədi. Bir dənə bu sözün çıxma, qal burada. Sən bizə lazımsan. İnşallah ekranları bəyənək də 90 mini keçirik. 100 mindən o bir salam user, salam. Bu belə. İndi loqaritmlə bağlı digər 2 dənə də düstur deyim sizə. Bu düsturlar daha bilmirəm, möhtəşəm düsturlardır. Sabah dərsimiz olacaq inşallah. Səhifəni izləyin də. 100 mindən sonra çıxarsan, heç yerə çıxma. Yəni bu yeni il necə idi? Valla mən belə bayram həvəskarı deyiləm, mənlik deyil. Gəzmək, bayram, nə bilim nə. İmkanca dərs, kitab, mənlik deyil. Mən burada belə özümü göstərmək üçün demirəm. Adi həyatda da beləyəm. Bayram falan, gəzmək, mənlik deyil. Belə şeylər. Müəllimin tələbələri var burada, xeyr. Mənim tələbələrim bura girmirlər, çox təəssüflər. Mən hətta dəfələrlə şagirdlərimə demişəm ki, YouTube'dan izləyin, öyrənin də. Deyir, yox, biz canlı görürük də sizi, canlı öyrənirik. YouTube'dan da mənim şagirdlərim demək olar ki, məni izləmir. Tələbələrim, şagirdlər də indi deyirsiniz. Belə məktəb, hazırlıq, heç birisi izləmirlər. Dəfələrlə demişəm, deyir, biz canlı izləyirik də. Neymiş? İzləmirlər. Hətta onlara məsələn başa düşmədiyi bir mövzu olur da dərsdən. Deyir ki, deyirəm, gedin izləyin də YouTube'dan. Deyir, yox, buradan. Tabii məndə də bir can var da, bir YouTube'dan da izləyin də, o boyda əziyyət çəkirəm orada. Deyir, yox. Belə. Loqaritmlə bağlı növbəti bir bilik. A üstü loqaritm C əsasdan B. Bax, çox möhtəşəm bir düsturdur. Lənkəranın özündə işləyir. Ya da kəndində işləyirəm də. A üstü loqaritm C əsasdan B. Bax, 2 dənə sizə düstur deyəcəm. İndi onlar misalları da deyirəm. Uşaqlar, loqaritmlə bildiyiniz möhtəşəm bir düsturlardır da bunlar. Testlərdə sizə hər addım başı lazım olacaq. Özü də çətin misallarda. A üstü loqaritm C əsasdan B. B üstü loqaritm C əsasdan A'dır. Bax bu düstur.
çox lazımlı, möhtəşəm düsturdur. Aydın oldu. A üstü loqaritm C əsasdan B, B üstü loqaritm C əsasdan A'dır. Bu düsturu sən bura baxanda, mənim eşitmişəm kitab kolleksiyanız var. Bəli, bəli. Bəli, var. Çoxu buradadır. Kitab kolleksiyamda necə var? Gözə gəlməsin. Və bu düsturu da biz necə yadda saxlayırıq, mahiyyətini bilərək, bilməyərək nədir? Məsələn, bunu sənə bu şəkildə desəm, deyərsən ki, nədir bu? Yadda saxlamaq olmur. Bunun yadda saxlamaq mexanizmini deyirəm. Və burada görürsünüz, bunu bu əsasına dəymirəm. Bunların yerini dəyişirəm. Qurtardı, getdi. Fikrim çatdı. Bax, bir daha deyirəm. Bunun əsasına dəymirəm. Bunların yerini dəyişirəm. Qurtardı, getdi. Yəni, bax bura. Tutaq ki, 3 üstü loqaritm 7 əsasdan 2. Bu nəyə bərabər olar sizcə? Bu bərabər olar 2 üstü loqaritm 7 əsasdan 3-ə. Çünki 3-dən 2-nin yerini dəyişdim. Bircə bunu bil. Mahiyyəti budur. Yenə qeyd edirəm. Bu şəkildə loqaritmdə qayda nədir? Əsasa dəymirsən. Bununla bunun yerini dəyiş. Bax. BA. 3 üstü loqaritm 7 əsasdan 2. Buna dəymir, ha? Bunların yerini dəyişdim. 2, 3. Sənə imtahanda necə düşə bilər? 2 formada sənə imtahanda düşər. 2 formada. Bax, bundan o tərəfə yoxdur. 2 formada sən, mənim bu 2 sualıma cavab ver. Qurtardı, getdi. Sən bil ki, bunu bildin. Birinci forma. Bax, birinci imtahanda sənə düşə biləcək forma. Nədir o? Birinci forma. Bax, gedirsə imtahana ən çox şagirdlərə rast gəlinən misallardan biri belə şiddətli şəkildə. 1. 5 üstü loqaritm 6 əsasdan 4 çıx 4 üstü loqaritm 6 əsasdan 5. İmtahanda şagirdlərə ən çox loqaritmlə bağlı düşənlər. Mənim bölgünüz nədir? Məncə boğadır ya buğadır. Bürclərə mən inanmıram, amma eşitdiyimə görə dildə xərçəng bürcüyəm. Amma bürclərə inanmıram, belə boş şeylərdir mənim üçün. Orta məktəbi 45 ildir qurtarmışsın. Təşəkkür. Bax, birinci bu. 5 üstü loqaritm 6 əsasdan 4, minus 4 üstü loqaritm 6 əsasdan 5. Bürclərə mən niyə inanmıram? Bürclər hər iki halda insanı məhv edən bir şeydir. Bürc sənə iki bilik verir. Bilik də deməzdim. 2 hal ola bilər də. Ya sənə deyəcək ki, hər şey yaxşı olacaq, ya da deyəcək ki, pis olacaq. Bürcün sənə 2 halı var da. Salam. Ya deyəcək yaxşı olacaq, ya hər ikisi sənin ziyanındadır. Yaxşı olacaq, səni arxain edəcək. Olacaqsan arxain. Pis desə də stresə düşəcəksən. Bürc, nə bilim, bekara şeylərdir mənim üçün. Nə bilim, bizim talih ulduzlarımız nə olur, orada toqquşur, orada heç bir subutu da yoxdur, elmi əsası da yoxdur. Heç nə yoxdur. Bu bərabər. Bax, bu misal. Sənə imtahanda düşəcək birinci misal. 5 ilə 6 əsasdan 4, minus 4, 6, 5. Bunlar bərabərdir də. Sən bunu dərhal görməlisən, sıfırdır. İmtahanda sənə düşür, cavab sıfır. Amma gəl göstərək. Düstura görə ya siz buna dəymirəm. 6 əsasdan 4 minus. Burada dedik ki, əsas saxla bunları dəyiş. 5 üstü loqaritm 6 əsasdan 4. İki eyni ifadənin fərqi sənə nə verər? 0. Aydın oldu. İkinci də sənə imtahanda bu düşə bilər. Müqayisə et. Bu formada olanda. Müqayisə et. Müqayisə et. Mən bu ekrana baxım. Hər şey qaydasındadır. Müqayisə et də belə düşə bilər. A bərabərdir. 4 üstü loqaritm 8 əsasdan 3. B də bərabərdir. 3 üstü loqaritm 8 əsasdan 4. Məsələn, sənə bu düşə bilər imtahanda.
Bu ədədləri müqayisə edin. Bu ədədləri müqayisə edin. A bərabərdir. 4 üstü loqaritmi 8 əsasdan 3. 3 üstü loqaritmi 8 əsasdan 4. Sizcə bunlardan hansı böyükdür? Sizcə deməyək, sadəcə cavab verək. Çünki sizcə riyaziyyatda sizcə olmur. Sizcə budur ki, məncə bu böyükdür. O bir məncə o kiçikdir. Müəllim 100% bərabər, hə. Bəli. Bərabərdir. Çünki ikisi də eynidir bu düstura görə. A bərabərdir, B qutardır. Bir də düşə bilər hansı formada? Davam bilirsiniz, nisbəti düşə bilər. Bunların nisbəti cavab oldu 1. Aydın oldu. Qutardır. Bu bilik. Dedim, tətbiqini də dedim, misalları da dedim. Bir də növbəti. Müəllim, 0 natural ədəddir. Bu 0 natural ədəddir deyən yerdəki əslində natural ədədlərin nə bilim, tərifinə görə 0-ı götürmək olmaz. Çünki natural ədədin tərifində biz nə deyirik? Əşyaları sayarkən istifadə etdiyimiz ədədlərə natural ədədlər deyirik. Sən nəyisə sayanda 0, 1, 2, 3 demirsən ki, amma türk kitablarında bu 0-ı natural ədəd kimi götürürlər. Bizdə də deyirlərdə hərdən genişlənmiş natural sıra. Yəni 0-ı cüt götürə bilərik. 0 cütdür. Cüt ədədlərin də fərqli forması var. Var cüt natural ədədlər. Var cüt ədədlər. Cüt natural ədədlər. 0 cüt natural ədəd deyil. Çünki 0 natural ədəd deyil. Amma belə cüt ədəddir. 0 üstü 0, 1, 1. Hə, sən artıq 0 üstü 0, 1 vermir. 0 üstü 0 təyin olunmuyor. Yəni, bloklu bir sual verə bilərsiniz. Yox, mən podyezdik sual verirəm, blokluq yox. Dərsimiz var. Bizim bəyənli 100.000 keçib, haçan keçdi, nə vaxt keçdi? Vaxt vədə yetişdi. Müəllim, A üstü 0, 1 verir. A üstü 0, bəli, A sıfırdan fərqlidirsə, bəli, 1 verir. Da sənsən də 1 verir. 100 qada çıxasıydın, amma qaldın. Bu il çətin olacaq imtahanlar. İmtahan bitəndən sonra deyəcəm. Çıxma, neysə, qal burada. Və loqaritmlə bağlı növbəti bir bilik. İndi bir dərsdə olacaq. Loqaritmi hansı alim yaradır? Müəllim. Bax, sizə bir söz deyim. 70 nəfər vardı canlıda. Deməli, bir dəfə bir müəllimlərlə bir misalı müzakirə edirdik. Amma canlıda qalın maraqlı bir epizoddur. Deməli, bu olmuş bir şeydir. Hardasa bir 5-6 il bundan qabağın söhbətidir. Çox müəllimlər də orada gördülər. Deməli, bir bərabərsizliyi müzakirə edirik. Bərabərsizlik olimpiyada təklif olunmuşdu. Çətin bərabərsizlik idi. Həmin vaxtda olimpiyadada yox, olimpiyada sualı idi. Nəysə, çox çətin bərabərsizlikdə. Mən onda hansı formada yazdım, gördüm alınmırdı. Nə deyim, hər şey bilən deyilik ki, alınmadı. Adlı bərabərsizliklər var idi. Bunu tətbiq elədim, alınmadı. Onu tətbiq elədim, alınmadı. Sonra orada bir müəllim var idi. O deyəsən yazdı. O deyəsən hardasa görmüşdü onu, sonra boynuna da almadı heç. Çox təkəbbürlü, yəni həddindən artıq təkəbbürlü. Qayıtdı ki, bu belədir, bu nə bilim nədir, bunu nə var yazmağa. Siz gənc müəllimlərsiniz, belədir. Yəni aşağı, yuxarıdan aşağı bizə baxdı. Mən də qayıtdım orada, dedim ki, yalandan ha, dedim ki, bunu, mesela riyaziyyatda var da, bilmirəm, burada siz işləmirsinizsə, adlı bərabərsizliklər var, Koşi bərabərsizliyi, Koşi Bunyakovski bərabərsizliyi, yəni çoxdur da belə bərabərsizliklər.
Mən də qayıtdım dedim ki, dedim bu bərabərsizliyi bunu bera-bura bərabərsizliyinə yazmaq olar. Dedim ki, bu bərabərsizliyi, bu testi bera-bura bərabərsizliyini tətbiq edib yazmaq olar. Bu da qayda sanki mənə o müəllimlərin üstündə ki, yox, bera-bura bərabərsizliyi burada yaxşı effekt verməz də. Bu misal biraz başqadır. Nəysə, söhbəti bağladıq, bu çıxdı getdi. Mən də qayıtdım burada dedim ki, dedim valla riyaziyyatda nə bera-bura adında alim var, nə də bera-bura adında bərabərsizlik var. Mən sadəcə özümdən dedim. Bu da təkəbbürlü də, təkəbbürlü insanlar nədir? Hər şeydə elə bilirlər ki, hər şeyi bunlar bilməlidir. Çünki nədən danışırsan, o orada özünü göstərməlidir ki, mən bilirəm. Qardaş, riyaziyyatda nə bera-bura adında alim var, nə bera-bura adında bərabərsizlik var. Mən o adı orada elə belə özümdən uydurdum. Bu da təkəbbürlüdür axı. Təkəbbürlü adamlar hər şeydə özlərini istəyirlər ki, bu da qaydasan ki, yox, bera-bura burada effekt vermir, biraz çətindir. Bu daha yaxşıdır, çıxdı getdi. Hə, bera-bura şəkər bura. İndi sən də mənə deyirsən, əziz və dəyərli izləyicim, loqaritmi kimyadır. Mən də sənin yalandan deyə bilərəm də, bera-bura adında bir filan kəs, sən nə bilirsən? Ona görə mən nə bilim, mən oturub hamısını incələyən deyiləm də. Riyaziyyatda heç bir şey dərhal yaranmır. Zamanla gedir, zamanla. Siz elə bilirsiniz ki, əvvəl həndəsə elmi yaranıb, sonra bu biliklər yaranıb. Xeyr. John Napier eşitmişəm, amma tam bilmirəm də o. Ona qalsa mən bundan əvvəl canlı yayında dedim də, o Napier loqaritmi var, natural loqaritm. O Napierin adı ilandır. İndi Napier deyirlər. Başqa adı da var da. Biz deyirik, tarixdə o qədər hələ bircə ya. Məsələn, Heron düsturu tarixdə Heron düsturu adı ilə deyil də, başqasının adı ilə deyirlər. Güya Heronun adı ilə veriblər, tarixi ədalətsizlikdir. Nə bilim. Newton binomu deyirlər ki, Newtondan qabaq da onu bilirdilər. Pascal bilib, nə bilim nə. İndi Newtonun naxışı gətirib, onun adı ilə gedib. Yəni belə bir şey yoxdur da, birinci elm yaranmayıb. Yəni riyaziyyat elmi birinci yaranmayıb, sonra bunlar salınıb ora. Yavaş-yavaş bir külli hal əmələ gəlib, deyirlər buna bir ad verək də. Aydın oldu. Biz bəzən deyirik, filan hadisə fizika onu qəbul eləmir. Güya fizika o hadisəni kəşf edib ki, xeyr. O hadisə özü yaranıb. Onu bir fizika elmi yaradıblar, daxil ediblər ora. Sən bəzən fizika hadisələrindən elə özün, fizika qanunlarından elə özün istifadə edirsən, heç fizika bilmirsən nədir. Birinci toyuq yaranır, yumurta. Onu desən, bu yaxınlarda kəşf ediblər ki, birinci yumurta yaranır. Loqaritmi xəttkeşi hardan tapmaq olar? Hardan tapmaq olar bilmirəm, amma məndə var. Köhnədir, özdə varım da loqaritmi xəttkeşi. Belə, baxaq bura. Bir də belə bir üstul var. A üstü. Kök altda loqaritm A əsasdan B bərabərdir. B üstü kök altda loqaritm B əsasdan A. Bax, bu loqaritmlə bağlı çox məşhur üstuldur. İndi sən belə bil də, hələ bir sözdür. Mən də heç bilmirəm sözün doğrusu. Yəni, mən oturur kimlənsə, bilsən necədir? Yəni, məsələn, bax, mən Pifagor teoremi dərsini keçirəm, düzdür. Hansısa şagirdin haqqı çatır ki, mənə desin ki, müəllim, bəlkə onu Pifagor kəşf eləməyib, başqası deyib. Mən nə Pifagorun yanında olmuşam, nə tanışdığım var ondan, nə biz bizə gələn məlumatı çatdırırıq da. Bundan əvvəl bizə belə gəlir. Mənim üçün Pifagor teoreminin o gözəlliyi önəmlidir. Pifagor kəşf edib, Vəli kəşf edib, İvan kəşf edib, mənə o lazım deyil. Ortada çox möhtəşəm bir teorem var. Aydın oldu dediyim. Mənim üçün maraqlı deyil. Güya Pifagor teoremi olmasa, İvan teoremi olsa nə olacaq ki? Mahiyyət qalır da, mənə onun gözəlliyi lazımdır. Aydın oldu dediyim. Amma bəzi müəllimlər var. Yox, sən nə danışırsan? Güya bu Pifagor kəşf edəndə bu onun yanında olub da. Biz tarixi məlumatları bizə necə deyirlər, biz də çatdırırıq o bir nəsillərə. Bizdən sonra ha gedəcək də belə. Aydın oldu. Bəli, bəli. Əsas teoremdir, o teoremin gözəlliyidir, tətbiqidir.
Elə. A üstü kök altda loqaritm A əsasdan B bərabərdir B üstü kök altda loqaritm B əsasdan A-dır. Bax bu. Bu çox möhtəşəm bir düsturdur. Yəni, burada nədir? A üstü kök altı ilə olanda bunu bir dəfə də buna görə yazırsan. Məsələn, bax, 5 üstü kök altda loqaritm 5 əsasdan 7 olsa, bu sənə nə verər? 7 üstü loqaritm kök altda. Loqaritm 7 əsasdan 5. Dediyim aydın oldu. Bax belə. İmtahanda bu artıq 7-nin üstündədir. İmtahanda sizə necə düşə bilər? Bax bu formada. Birinci. 4 üstü kök altda loqaritm 3 əsasdan olmasın. 4 əsasdan 11 minus 11 üstü kök altda loqaritm 11 əsasdan 4. Bax, sənə imtahanda bu formada düşə bilər. Nəyə görə banklara riyaziyyat fakültəsini bitirənləri götürürlər ancaq? Heç nə, Sovetdən qalma bir təfəkkür. Elə bilirlər ki, bu riyaziyyatçıdırsa qutardı, getdi, bu möhtəşəmdir. Elə bir şey yoxdur. Sovetdən qalma təfəkkür. Adam var, heç riyaziyyatçı deyil, amma öz işini bilir. Dörd üstü kök altda loqaritm 4 əsasdan 11 minus 11 üstü kök altda loqaritm 11 əsasdan 4. Sizə imtahanda ən çox düşən misallardan biri. Blok imtahanında, topluda da var bu tip misallar. Cavab harda gördünüz? Cavab 0. Aydın oldu. Çünki ikisi də eynidir. Və yaxud da bunların nisbəti düşə bilər. Bax, imtahanda çox təklif olunur. Tutaq ki, neçə olsun? 7 üstü kök altda loqaritm 7 əsasdan 3 bölünsün 3 üstü kök altda loqaritm 3 əsasdan 7. Bax bu. Sizə imtahanda bax bu şəkildə düşə bilər. Cavab. Bax, bunun cavabı neçə ola bilər? Ola bilər, yox neçədir və neçə ola bilər? Siz yazın. İki dənə misal yazıb saxlayarıq. Mənim Staldiçlə xoşlayırsınız. Suala baxın. Xoşlayıram, amma yemirəm. Çünki ziyanlı bir şeydir də. Xoşlayıram, amma yemirəm. Ümumiyyətlə, yağlı, duzlu, belə yeməklərdən uzağam. Şirin, şəkər, nə bilim nə, ziyandır hamısı. Qəribə görünsə də ziyandır. Məndə də var. Burasında loqaritm, hə, var. Məndə də var. Hələ də tapılmayan hansı riyazi misallar var dünyada? Hansılar tapılıb ki? En qədər. Bu nisbət, bunlar bir-birinə bərabərdir axı. Eyni ədədlərin nisbəti bizə 1 verir. Tutardı. Aydın oldu. Bu da belə. Bax, loqaritmlə bağlı bu qədər. İndi gəlir 2 dənə misal yazım. 2 dənə möhtəşəm misal. Sonra saxlayarıq da. 100.000 mükafat qoyulanları var. Bəli. Aydın olmadı. Bax, daha nə? Budur da. Bu düstur aydın olmalıdır da. A üstü kök altı loqaritm A əsasdan B, B üstü kök altı loqaritm B əsasdan A'dır. Bunlar da eynidir də buna görə. Bunu 7 üstü kök altı 7 əsasdan 3 yazsan, bunlar eynidir buna görə. Və 1 verir. 2 eyni ədədin nisbəti sənə 1 verir.
2 dənə misal yazım. Saxlayayım. Da yoruldum. Bax 1. İndi qarışıq 2 misal yazım. İnşallah bir dərs edəcəm. Demirəm gələn dərs nə vaxtsa. Ola bilsin gələn dərs. Loqaritmin balı artıq bayaq biri yazmışdı canlı yayında. Kişi oğlu biraz çətin suallar. Bax həmin o kişi oğlu üçün çətin suallar olacaq. Loqaritm 5 əsasdan 2. Loqaritm 5 əsasdan 2 bərabərdir A. Loqaritm 5 əsasdan 3 bərabərdir B. 5 əsasdan 12-ni deyir, bunlarla ifadə edin. Bax bu. Söz də deyir də, çoxdur belə. Bax, belə insanlar çoxdur. Da nə deyim, heç də deyə bilmirəm də. Bizim zaten işimiz, peşəmiz müəllimlikdir. Müəllimliyin birinci şərti nədir? Səbir etmək. Yəni, mən dərsdə hansısa şagirdə nə vaxt nöqsan tuturam, bu çox həddini aşandır da. Müəyyən şeyləri gözü yumuruq da. Çünki nəzərə alsan uşaqdır. İndi bu da deyir də. Müəllim, riyaziyyatdan başqa ən sevdiyiniz digər fən hansıdır? Vallahi, bütün fənləri bəlkə də yalan desəm inanmazsın. Bütün fənlərə hörmət edirəm, bütün fənlər lazımlıdır. Çox təəssüf olsun ki, bizim indiki təhsil sistemimiz ancaq qurulub riyaziyyatın üstündə. Riyaziyyat Azərbaycan dili, ingilis dili. Bütün fənlər lazımdır, bütün hamı bilməlidir. Minimum biliklər hamısını bilməlisən. Coğrafiyası da, riyaziyyatı da, kimyası da. Məsələn, bax, sizə bir şey deyim də. Adicə ilkin tibbi yardım var. İlkin tibbi yardım. Yəni, bütün şagirdlər evdə heç olmasa ən azından təzyiq ölçmək, müəyyən ilkin tibbi yardımları bütün şagirdlər bilməlidir. Məktəbdə bunlar deyilməlidir şagirdlərə. Adi həyatda, İraq olsun, bir düşüb vəziyyəti pis olanda orada nə riyaziyyatın sinusu lazım olur, nə kosinusu, nə tangensi. İlkin tibbi yardımı bütün şagirdlər bilməlidir. Təzyiq necə ölçülür, nə bilim, digər şeylərdə. Onları hamısını bilmə. Məktəbdə onların heç birisi deyilmir, amma deyilməlidir. Biz çox səhv bir yön almışıq ki, ancaq riyaziyyat, Azərbaycan dili, ingilis dili. Buraxılışda bu düşəcək. Bunlar hamısı deyilməlidir məktəbdə, amma deyilmir. Çünki işimiz, gücümüz ancaq imtahan. Buraxılış. Onu mən qəbul eləmirəm. Yəni ki, məktəbin işi şagirdə təhsildən əvvəl gələcəkdə bir vətəndaş yetişdirməlidir. Məktəbin işi bu olmalıdır. Gələcəkdə bir vətəndaş yetişdirməlidir məktəb. Yəni, hansı vətəndaş? Dövlətini sevən, vətənini sevən, dövləti üçün yararlı olan bir vətəndaş yetişdirməlidir. Və bir də məktəb şagirdə bilikdən əvvəl düşünməyi öyrətməli, Yəni, şagirdi elə hazırlamalıdır. Gələcəkdə şagird bir çətin vəziyyətə düşəndə, oradan çıxış yolu axtarmalıdır. Digər fənlər isə minimal biliklər öyrənməlidir şagird. Məsələn, bugün buraxılış imtahanına biz baxırıq. Buraxılış imtahanı bəyən minimal biliklər əsasında qurulub, xeyr. Düzgün deyil axı bu. Bu düzgün deyil. Birinci qrupda riyaziyyat müəllimliyinə sənəd verən var. Bir də birinci qrupda hər hansı bir qeyri-ixtisasa sənəd verən var. İkisi də riyaziyyatdan eyni imtahanı verir. Niyə? Nə səbəbə? 4-cü qrupda səhv eləmirəmsə kimya müəllimliyi də var. Digər ixtisas da var. Bir də gözsüz olan ikisi də kimyadan eyni imtahanı verir. Axı bu düzgün deyil. Bu adam kimya müəllimliyinə gedir. O kimyanı daha çox bilməlidir. O biri isə getmir də. Neyinir ki onu? Öyrənsin, belə başını xarab eləsin. Çoxdur da, yəni çox.
düzgün qurulmadığına görə bu repetitorluq əməlli başlı yön alıb gedir. Nə bilim, gündə bir dənə kurs çıxır. Bu TikToka girin, görürsünüz, TikTokda görmüsünüz də doludur akademiya. Öz adını qoyub TikTok doludur akademiya ilə. Filankəs akademiya, filankəs akademiya. Özü üçün ki ad qoyub özü üçün. Filankəs akademiya, akademiya. Hamısı maşallah. Akademiklik göstərirlər burada. O da düzgün deyil. Nəysə, loqaritm 5 əsasdan 2 bərabərdir A olarsa, loqaritm 5 əsasdan 3 bərabərdir B olarsa, loqaritm 5 əsasdan 12-ni bizdən soruşur. Buyuraq. Bu ekranın fokusunu düzəldim. Deməli, loqaritm 5 əsasdan 12-ni necə yazılır? Loqaritm 5 əsasdan 12-ni mən yazıram. Necə yazıram? 4 vurulsun 3 kimi. Baxsa imtahanda bu şəkildə suallar düşə bilər. Diqqət. Deyir, loqaritm 5 əsasdan 2 A-dır, 5 əsasdan 3 də B-dir. Bunu A və B ilə ifadə edin. Elə bir misal yazıb saxlayarıq, bəs edir. 5 əsasdan 12-ni yazdım, 4 vurulsun 3. Sonra hasilin loqaritmi daxil. Toplayacağıq da. Olacaq loqaritm 5 əsasdan 4 üstə gəl loqaritm 5 əsasdan 3 bərabər. 5 əsasdan 4 vur 3'ü yazdım bu şəkildə. 5 əsasdan 4 üstə gəl 5 əsasdan 3. Əl çəkmirəm. Loqaritm 5 əsasdan. Bu 4'ü yazıram 2'nin kvadratı. İxtiyarım çatır da yazmağa. Əlbəttə ki, bəli. Üstə gəl loqaritm 5 əsasdan 3. Dedik ki, qüvvətin loqaritmində bu 2 çıxır qarşıya. Olur 2 loqaritm 5 əsasdan 2 üstə gəl loqaritm 5 əsasdan 3. İndi qiymətləri yerinə qoyuruq. 5 əsasdan 2 nədir? A. 2 vur A, yəni 2A. Üstə gəl 5 əsasdan 3-də neçədir? B. Və beləliklə biz bunu A və B ilə ifadə etdik. 2A üstə gəl B kimi yazdıq. Aydın oldu. Bu da belə. Belə, canlı yayını bitirək. İnternet çox zəifdir məndə. Məndə ola bilməz. Ola bilsin ki, səndədir. Məndə internet zəif idi. Başıma da atmadığı oyun qalmadı canlıda. Axır getdik, dəyişdirdik interneti. Belə. Bunu YouTube'a da yerləşdirəcəm. İstəsəz girib YouTube'dan da izləyə bilərsiniz. Sıfırdan da loqaritm. İnşallah bir dəfədə nə vaxtsa ola bilsin gələn dərs, ola bilsin ki haçansa. Dərslərin zamanı heç nə. Səhifəyə takibat. Səhifəyə bir takibat. Nə vaxt gedir? İndi birazdan 10-15 dəqiqə yerləşdirəcəm YouTube kanalına. Zaten bütün canlı yayında YouTube kanalına yerləşir. İndi YouTube kanalı biraz zəifləyib. YouTube kanalından izləyəndə xahiş edirəm. Bir dənə 5-10 dəqiqə vaxtınızı alar da. Girirsiniz, onları bəyənirsiniz də. YouTube'dan videoları bəyənin ki, bu YouTube kanalı biraz dirçəlsin də. Mən YouTube kanalını vallahi deyirəm, bir ayın içində elə dirçəldərəm ki, bütün respublikaya tanıdaram onu. Nəyə görə? Çünki uşaqların nəbzini tuta bilərəm də. Uşaqların bu günləri YouTube'da axtardığı bir şey var. Toplu izahları və salam, qutadı getdi. Bir ayımı sərf edirəm, ancaq toplu ehtiyac yoxdur. Niyə? Çünki zaten toplu izahları var da. Əsas bu dərs izahlarıdır. Misal həll eləmək çox da çətin deyil. Demirəm, onlar da əziyyət çəkir. Mən kimisə əziyyətini yerə vurmuram. Misal izah etmək çox da çətin deyil. Nəyə baxanda? Dərs izahına. Toplunu izah edəndə kimsə dərs izahını verir. Misalları həll edir, ard-arda gedir. Amma dərs izahı çox çətindir. Dərsi izah elə öyrət. Bu biraz güc istəyir. Mən YouTube kanalı özüm dirçəldə bilərəm. Ehtiyac yoxdur. Girib izləyərsiniz. Belə hələlik inşallah sabahları görüşərik.